İranla Amerika müharibəsinin taleyi nə oldu? Atəşkəs davam edəcək, yoxsa yenidən müharibə başlayacaq? Nəticə nə olacaq? Salam əziz izləyicilər. Yumruq Mediada bu gün bu sualları cavablandırmaq üçün sizin huzurunuza gəlmişik. Araşdırmaq istəyirik ki, görək bu atəşkəs nə vaxta qədər davam edəcək, daimi sülhə çatacaq, yoxsa yenidən müharibə başlayacaq? Bizi izləyin, cavabları alacaqsınız. Mən də öz növbəmdə hər birinizi salamlayıram. Xoş gördük sizləri. Bu müharibənin atəşkəsi bildiyimiz kimi 2 həftəlikdir, sonradan limitsiz şəkildə artırıldı və bu artırılma və bu atəşkəsin baş verməsi haqqında da öncəki podkastlərdə ətraflı şəkildə danışmışıq. Amma nəticə nə olacaq? Yəni sonda bu atəşkəs hara bitəcək və necə bitəcək? Çoxlarının sualıdır və cavab istəyirlər. Bəli, nəticənin nə olacağını anlamaq üçün hər bir işdə gərək o nəticəni doğuran səbəblərə baxaq. Səbəblər isə bir kəlmə ilə desək, həmişə bəhsini etdiyimiz qarşı tərəfin yanlış hesablamaları olub. Və indiyə qədər də qarşı tərəf yanlış hesablamalarını davam etdirir. Artıq bütün dünya, hətta qarşı tərəfin içində olan ağıllı siyasətçilər, ekspertlər, ağıllı hərbiçilər, onların öz aləmi üçün əlbəttə, yəni hesablama ağlı. Bunlar hamısı artıq bu nəticəyə çatıblar ki, sözün həqiqi mənasında dünyada digər ölkələr üçün qurulan planlar və bu planların qurulması üçün parametrlər və hesablama sistemləri İrana aid deyil. Bu planları və bu sistemləri dəyişmək lazımdır. Mən bir dəfə bu studiyada elə podkastlarımızın birində bir dəfə toxundum bu Kissingerin mərhum İmam Xomeyni barəsindəki. Yəni bu əslində yanlış hesablamalar biz adətən təhlil edəndə son müharibənin hesablamalarına baxırıq və yaxud ən uzağı məsələn 12 gün, ən uzağı 2023 Əqsa tufanına baxırıq. Amma xeyr, elə deyil. Yəni nəzərə alsaq ki, İran İslam Respublikasının quruluş prinsipləri zuhur hökuməti, yer üzərindəki Allah höccətinin hökumətinə istiqamətlənib. Yanlış hesablamaları bunların elə İslam inqilabı ilə birlikdə başlamışdı. Yəni deyirəm, Kissinger barəsində bir dəfə toxundum. Kissinger öz məqaləsində, yazılarından birində deyir ki, o vaxtı biz hesablamamışdıq, bir neçə şeyi hesablaya bilməmişdik. Birincisi bu idi ki, ağlımızın ucundan keçmirdi bizim strateji hesablamalarımızda ki, İranda ruhaniyyət sistemi inqilab edə bilər. Məsələn, bizim müasir dildə deyirlər, mollalar inqilab edib, belə deyirlər. Mollalar inqilab edə bilər. Niyə? Çünki bugün baxın bizim ölkəmizdə də bəzi təbliğ edən bizdə deyirlər sistemlər var ki, həmin Amerika və Siyonizm sisteminin davamçıları da ölkəmizdə müəyyən qədər nüfuzlar var. Onlar da həmin o vaxtki Kissingerin beynində olan hesablamaları bizim insanlarımıza ölkədə təbliğ edirlər. O da nədir? Orta əsrlər dövründəki qaranlıq dövr adlandırırdılar Qərbdə bunu, məxsusən Avropada 500 min, 500 min, 600 illər arasında. O zaman din və siyasət, din və elm ayrılığı məsələləri çox qabarmışdı. Hətta nə qədər minlərlə alimlər kilsələr tərəfindən yandırılmışdı. Bu düşüncə beyinlərə hakim olmuşdu. Əlbəttə orada din deyəndə Məsihiyyət nəzərdə tutulurdu. Yəni din virtual aləmdən daha məcazi bir şeydir. Həyatda real aləm isə bu fiziki aləmdir. Həmin sistem indi bizim ölkədə də təbliğ olunur, təəssüf ki, Kissinger deyir ki, həmin sistemin qığılcımlarıdır Kissingerin sözündə ki, biz inqilabın əvvəllərində İranda bunu hesablamamışdıq. Ki, molla hara, inqilab eləmək hara. Və Kissinger orada bir dənə də söz deyir ki, bəli, İmam Xomeyninin baxış üfüqlərinə heç vaxt bizim üfüqlərimiz çata bilməz. Yəni, yanlış hesablamalar oradan başladı. Sonra o yanlışlarını davam elətdirdilər. İsrar etdilər bunun Kennedy'nin dövründə və digərlərinin dövründə. Yavaş-yavaş Atabuş, Balabuş davam ilə gəldilər. 8 illik müqəddəs müdafiə müharibəsini gətirdilər İranın başına. Ta gəldi, İran da bu dönəmdə həm iki ünsur İrana kömək elədi ki, bax, bugünkü müharibələrin də hesablamalarının, yanlış hesablamalarının daha da o tərəfə zərbə vurmasına kömək eləyən iki ünsur. İslamın təməl prinsipi olan ünsürlərdir. Ki, yeganə ölkədir ki, İran bugün 40 günlük müharibədə bütün dünyaya göstərdi artıq. Yəni 12 günlükdə müəyyən qədər dünyada oyanma olmuşdu. Amma 40 günlük müharibədə dalğalar oldu, oyanış dalğaları. O da hansı iki dənə ünsürdür ki, qarşı tərəfi həmişə çaşdırır və çaşdıracaq da bundan sonra söhbətin davamında özündə işarə eləyərsən inşallah bəzi taktiki gedişatlara. İki ünsür. İkisi də eyni kökdən gələn sözdür. Quran buna çox təkid edir, İslami prinsiplər.
Ümmət, imam. İkisi də İməmədə, yəni 2 dənə, 3 dənə hərfdən var. Ümmət və imam eyni köklü sözlərdir. Rəhbər və ümmətin münasibəti. Və bunların yanlış hesablamaları bu iki ünsürün kiçik bir model olaraq İran ki, dünyaya göstərdi bu 47 il ərzində, gəldi ora nəticələndi ki, Əhl-i Sünnə dediyimiz Fələstində 2023-cü ildə bunun bir nümunəsi göründü. Ümmət imam münasibəti necə göründü? Fələstinin Haqq Cəbhəsinin liderləri ilə Fələstin xalqının münasibətləri tənzimləndi. Hansı ki biz deyirik Əhl-i Sünnədir. Əhl-i Şiə olan dövlətin modelini götürdülər və digər qrup qollar da götürdü. İndi azadlıq cəbhələri biz bilirik də. Bu münasibət, bu model bunları çaşdıra-çaşdıra gəldi. Əqsa tufanı baş verəndən sonra necə deyirlər, qarşı tərəfin sistemində yaranmış, istəyir sosial sistemində, istəyir ya iqtisadi sistemindəki gizlədirdilər illərlə, koronayla biraz və yaxud da siyasi və hərbi sistemlərində, kəşfiyyat sistemlərində yaranan çatların ilk şaqqıltısı Əqsa tufanında gəldi. Bax bu modelin əsasında ki, onlar yanlış hesabladı. Sonra 12 günlük müharibəyə qədər gələn dönəm, 12 günlükdə yanlış yenə bir hesablama elədilər. İranın daxili üzərində yanlış hesablamalar elədilər. Və həmişə də bunu təkrarladılar. Sadəcə biraz B planı, C planı adı altında elə bil balaca rəngini dəyişdilər. Amma əsl planları prinsipial olaraq eyni idi. Parçalama, daxildə fitnə və məxsusən onların buradakı 5-ci kolonu vasitəsilə, qərb-meylilər vasitəsilə fitnələr yaratsınlar, təciziyə, yəni o parçalama qruplarını içəri salsınlar. Yenə də ümmət rolunu oynayan bu iki ünsürdən birinin rolunu kifayət qədər güclü oynayan İran xalqı üzərində yanlış hesablama apardılar. İqtisadi çıxacaq, nə bilim etirazlardan sui-istifadə edəcəyik. Bunları çox danışmışıq, mən təfərrüat elə deməyim. Bütün parametrləri qoydular ortaya. 12 günlük müharibə yenə döndü bunların əksinə. Və bunlar axırda sevinmişdi nəyə? Aha, biz bu qədər ki hesablamalar yanlış çıxıb, bu dəfə tapmışıq. Və həqiqətən də belə baxanda biz də baxsaq, ilk günlərdə biz də elə fikirləşə bilərdik ki, həqiqətən də deyəsən tapdılar yolun. O da nə idi? Dediyim bu iki dənə ünsür ki var, imam, ümmət. Bunlarda vəli fəqih sistemi xalqın arxası onunla çox özünü hiss eləyir. Xalq özünü ona söyküyür. Və hər bir fitnə də baş verirsə, bir dənə qırmızı xətti çəkir, xalq ona bir müdrik ata kimi baxır, fitnələri də xalqla o son anda birləşib söndürür. Deməli, həm xalqı psixoloji sindroma salmaq üçün, həm də o liderin ortadan aparılmasıyla psixoloji sindromdan əlavə bizim o 5-ci kolonun da içəridə daha yaxşı fikirlərə rəhbərlik təlqini edə bilməsi üçün və arxasıca da separatçı qrupların da içəri salınması üçün İranı birbaşa parça-parça alına salıb, amma əslində bütöv rəhbərin, şəhid rəhbərin təbriz etsək, udmaq planı. Aha, bu iki ünsürü ayırmaq lazım idi. Yanlış çıxdı yenə hesablamalar. Bu da necə oldu? Gördülər ki, xeyr, İran xalqı ümmət rolunu oynayır. Bunlar yenə də niyə görə səhv eləmişdilər? Çünki bunlar fiziki və materialist əqidəyə malikdirlər deyə. Cüz'i baxırlar məsələyə, yəni şəxsiləşdirib baxırlar məsələyə. Elə bilirdilər ki, İran xalqının genetikasında və etiqadında olan liderə bağlılıq təkcə Ayətullah Seyyid Əli Xameneyiyə bağlılıq deməkdir. Şəxsə bağlılıqdır. Adında varsa, o sui-qəsddən bir neçə gün öncə Cənab Əraqçı da belə bir işarə vurdu. Müharibə başlayan vaxt idi artıq, az qalmışdı. İşarə vurdu ki, bizim rəhbərimizi ki, təhdid edirlər. Bundan əlavə ki, heç, qələt edirlər, heç. Onu bütün sistem deyirdi. Amma orada Əraqçı bir nöqtəyə toxundu. Dedi ki, təhdid edirlər, bunu hamı bilməlidir, bütün dünya bilməlidir ki, İranın sistemi sistematik bir orqandır. Nəinki bir şəxsə bağlıdır. Düzdür, bunu bəziləri cəsarət kimi yozdu. Bu rəhbər barəsində niyə belə deyir? Xeyr, eyni reallığı dedi o. Allah eləməmiş, Cənab Əraqçının qəsdi o deyildi ki, olsun da belə, sanılmaz. Bir də bilirdi ki, yəni rəhbər bu hiss ülkəyə getmir, sığıncağa getmir. Bəli, onu bilirdi. Gündəlik həyatını yaşadı, Quran dərslərinə gedirdi və bilirdilər ki, onu bilirdi ki, getməyəcək. Onu da bilirdi, çox gözəl. Bunların yanlış hesablamaları bir dənə də burada ən axırıncı səhvlərini elədilər bu müharibədə. Çünki ən pik sevindikləri nöqtədə idilər. Şəhid rəhbər elə belə danışmamışdı ha, ki, proqnozlarından biri də elə şəhadətində bir neçə gün qalmış insanların qarşısına çıxış eləyəndə bu şeyə işarə vurdu ha, Nəmrud, Fir'on, Rıza Şahlar qürurlarının pik nöqtəsində devrildilər. Sən də, yəni Trump, sən də aşacaqsan o pik nöqtədə. Bunlar qürurlarının pik nöqtəsinə, sevinclərini, qürur yəni alladıcı sevinç, insanı alladıcı düşünc, xəyal. Bunlar qürurların ən pik nöqtəsinə satdılar ki, bəh-bəh, tapmışıq, ümmət imam, elə bildilər ki, imam anlayışı İran adında ümmətin
zehnində Xameneydən ibarətdir. Şəxs üzərində qurulduğu Şəxs, zənətlər. əhsən. Bunu elədilər, gördülər, xeyr. 2 dənə ağır əksün əməl, belə deyək də, reaksiya gəldi bunlara. 1. Sən demə, ümmət anlayışı İranda imam prinsipinə bağlıdır, nə imam şəxsinə. Məqamın özü. Yəni. Məqama bağlıdır. Görsən, burada deyəndə deyirlər, bəzən məqam-ı müəzzəm rəhbəri. Əzəmətli məqam, rəhbərliyin əzəmətli məqamı. Bəli. Və bundan doğan ikinci reaksiya gəldi bunlara. Bunların evini yıxan reaksiya. O da nə oldu? Aha, bunlar ki, vilayət və imamət sisteminə bağlıdırlar. Məqama bağlı olduqlarına görə bu sistemin günümüzdəki ən böyük təcəssümü olan rəhbərlərini şəhid etdiyimizə görə bu qan hopdu bunların damarlarına. Daha da bunları coşdurdu. Bəli. Artıq indi yanlışlarını gördülər ki, ən böyük yanlış oldu. Sonraki mərhələlərdən də danışmışıq, hansı qələt elədimlərə düşüb. İndi qalıb bir dənə yenidən qayıdıblar müharibənin əvvəlində elədikləri qələtə ki, donanma falan, güya ki, donanma yığırlar ora. Orada özün biraz işarə vursun elə bilər. Baxın, o 40 gün vuruşdular və atəşkəs oldu. Yaxşı, bu 40 gündə nələr əldə etdi? Bir, dünyada özünə qarşı nifrət qazandı. Çünki müxtəlif yolları var. Baxın, ilk günü Minavda bir məktəbi vurmaqla başladı. Parlamentin, yəni kongresin özündə Amerikanlılar özləri dedilər ki, bu məsələni araşdırmaq lazımdır və bunun qarşısını almaq lazımdır ki, bir dəfə təkrar olmasın. Amerikanın özündə, Avropada, bütün dünyada bu nifrətə səbəb oldu. Baxırdım Əl-Cəzirə kanalında Qətərin bir İranlı universitet ustadı Dr. Əhmədyanla Washington Post'un baş direktoru ilə orada bir debat qoymuşdular. O da deyir ki, biz İran xalqına canımız, yəni biz İran xalqına kömək etmək üçün gəlmişik. Siz 40 min İranlı İranda vurdunuz təqəbə. O da çox gözəl dedi. İran xalqının sizə nifrəti həddindən artıq yuxarıdır. Niyə? Çünki siz Minavda cinayət etdiniz. Çünki siz 40 gün İranda İran vətəndaşlarına qarşı müharibə etdiniz. Çünki siz İran xalqının sivilizasiyasının məhvi ilə onları həd elədiniz. Bunu bütün dünya gördü. Bu bir. 2. Deyir ki, Hörmüz boğazı bağlanıb. Bütün dünyanın iqtisadiyyatı və ekonomiyası hal-hazırda bununla gərginləşib və aqressiya düşüb, çətinliklərlə, inflasiya ilə və müxtəlif problemlərlə üzləşib. Hamı Amerikanın və Trump'ın gözünə görə nifrət qazanır. Yəni o nifrətə əsası, o problemləri demək əsası özü üçün bir adi verilişdir. Bu onun əldə etdiyi birinci. 2. O dediyin İran xalqının o şəhid İmam Xameneyin buyurduğu kimi ki, yenidən məbus olacaq. İran xalqının yenidən bir inqilab edib, yenidən bir öz hakimiyyəti ilə beyətin şahid oldu. 40 gün, 55 gündür, bu dəqiqə bilmirəm neçə gündür. Yaxın olur. Küçələrdən yəni yığışmırlar. Baxın, mən əziz izləyicilərim, hər şəhərdə bir əsli xiyabanlarda toplantı var, çox saydadır. Bir balaca meydanların hamısında da 10 nəfər, 20 nəfər, 30 nəfər də yığışırlar. Yəni elə həm əsli xiyabanda da oldu, həm balaca meydanlar hamısı. Bizim evin yaxınlığında bir meydan var, balaca meydandır. Bu körpünün altındakı meydan. Mən daim oradan keçirəm. Allaha and olsun, bəlkə 50 gecədir ki, mən orada bir yaşlı xanımı görürəm. Yəni 65-70 yaşı var. Yəni bu hər gün müxtəlif saatlarda, axşam saat 9-da, 11-də, 12-də, gecə saat 1-ə kimi mən onu orada görmüşəm. Durub meydan qırağında bayraq silkələyir. Özə and ol Allaha, o qədər həvəslə. Elə bil balaca bir uşağa 2 dəqiqədə bayraq veribsən və bayrağı təzə kəşf edib eləyir. 55 gündür bu insan bayrağı o həvəslə, o şövqlə, o necə deyirlər, inamla orada tutub əlində bayrağı, İran bayrağın və bu 1-4, 2-4, 30 milyon insan bu dəqiqə kimi o can fəda kampaniya artıq 31-ə yaxınlaşır. Bəli, orada ad yazılıblar və öz canlarını bu vətən uğrunda fəda etməyə çalışırlar. Bu ikinci və baxın, yəni heç bir istədiklərini əldə etmədilər. Özlərinə qarşı nifrət qazandılar. İranda daha güclü bir strukturun yaranmağına səbəb oldular. Həqiqətən elə oldu. Və müharibənin əvvəllərində nə dedilər? Dedilər, yaşlı Xameneyini, cavan Xameneyini də əvəzlədilər. Bəli. Və o çox gözəl bir şey dedi ki, şəxsi elə zənn edirlər ki, şəhid İmam Xameneyidir o şəxs, rəhbərlik şəxsi və onu aradan götürsələr çökəcək. 9 gün bu ölkə Amerikaya qarşı, özə birinci 9 gün, yəni ən şiddətli və ən çətin günləri idi də, 9 gün bu ölkə rəhbərsiz vuruşdu. Bəli. Ayətullah Mustafa Xameneyi cənabın birinci bəyanatında çox gözəl bir sözə vurğuladı. Dedi, bu məsafədə, yəni bu 9 gündə İran xalqı İrana rəhbərlik etdi. Bəli. Yəni o rəhbərliyi bir şəxs deyil. Bu dəqiqə sən random, çıx, yəni Qumda, Tehranda, hansı yerdə desən ki, İraq olsun birdən dilimla məsəl üçün cənab Mustafa Xameneyi nəsə bir hadisə baş versə, ya şəhid olsa, nə olacaq? Heç nə. Digəri gələcək. Bəli. Yəni bu xalq özü həmən o hesablamadıqları rəhbərliyidir. 9 gün dedi ki, bu ölkəni rəhbərlik edən xalqın özü idi.
Və bu xalq 90 milyondur. Bunun hansını aradan aparacaqsan? Hansını şəhid edəcəksən? Və nələr baş verdi? Baxın, bu müharibənin heç nə istədikləri kimi getmədi. Bir qardaş məndən soruşmuşdu. Dedi ki, baxın bunlar elə həmişə müharibədədirlər də. İraqda, Əfqanistanda, Qəzzədə. Yəni bunlar necə olmuş ki, bir yazı yazmışdıq Telegramda. Ona deyirdi ki, yəni biz demişdik ki, bu strateji raketlərinin və hava müdafiələrinin sayısı ki, nə qədər azalıb. Dedi necə olur ki, yəni bunlar həmişə müharibədədirlər. Bu 40 gün müharibədə nə baş verdi ki, bunların Amerikanın strateji silahları tükənmək üzrədir. Dedim ki, bax, İraq olsun, hara olur olsun. Müharibə iki hissədən ibarətdir. Birinci əməliyyat ki, bir gün, 2 gün, 3 gün baxır o ölkənin gücünə və o ölkənin ərazisinin çoxluğuna, havada müdafiə üstünlüklərinə. Birinci 2-3 gün bunlar uzaq mənzilli raketlərdən istifadə edirlər. Yəni bomba yox, raket, misil ki İngilizcə. İstər kruz raketləri olsun, istər ballistik raketlər olsun, istər havadan yerə olan və ya yerdən yerə olan raketlər olsun. Bunlarla gəlib havadan müdafiə sistemlərini, bunlarla gəlib radarları və bunlarla o çətin obyektləri, hərbi obyektləri vurmalıdırlar. Misal olaraq, Tomahawk kruz raketi. Misal olaraq, JASSM kruz raketi və ya onların digər ballistik raketləri ki, uzaq mənzillidir və qırıcılar və ya B1, B2, B50 52-dir səhv etmirəmsə, strateji bombardman təyyarələri uzaqdan gəlib bunlardan istifadə edib havadan müdafiə sistemlərini, ya hərbi obyektləri, ya həm hücum, həm müdafiə sistemləri ölkədə sıradan çıxarmalıdırlar. Sonra qırıcılar, pualar və o ağır strateji bombardman təyyarələri həmən ölkənin səmasını sahib olandan sonra gəlib bombalardan istifadə etməlidirlər. Bombanın istehsalı çox asandır, bombanın istehsalı çox ucuzdur və sürətlidir. Niyə? Çünki motoru yoxdur. Bomba gəlir hədəfə. İndi qədim bombalar elə idi ki, qırıcı və ya təyyarə gəlib düz hədəfin üstündən atmalı bombalı. İndi yaxın məsafədən də ata bilir. Ya lazerlə, ya GPS-lə koordinatı verirlər və nöqtəni vurur. O motoru yoxdur. Yəni sadəcə o qırıcının, təyyarənin sürətindən istifadə edir və o yer cazibəsindən istifadə edərək özü üçün bir sürət əldə edir. Və effekti də normalda raketdən daha təsirli olur, ağır olduğuna görə. Amma raket elə deyil. Raketin yanacağı var, amoniakdan istifadə olunur, uzaq mənzilli olduğuna görə, motoru var. Ona görə həm qiyməti çox-çox bahadır. Məsələn, Tomahawk raketləri milyon dollarlıq raketlərdirlər. Həm də istehsalı rahat deyil. Yəni elə deyil ki, qiyməti bahadır və bunlar istədikləri vaxtı ondan istehsal edə bilirlər. Və ona görə müharibənin birinci günlərində ondan istifadə etməlidir. Amma baxırıq ki, 40 gün bunlar istədikləri o havadakı üstünlüyü əldə etmədilər. Son günlərdə qırıcıları vurulurdu hələ də. Bəli. Ona görə 40 gün bunlar məcburlar strateji raketlərdən istifadə etsinlər. Və bu da hansı strateji silahlar? JASSM kruz raketinin 50% gedib. Tomahawk raketinin 30%, yəni o ümumiyyətlə Amerikanın bazalarında və öz ehtiyatından. Ballistik raketləri var idi ki, adını xatırlamıram. Bu müharibədən öncə heç istifadə olunmamışdı. İlk dəfə bu müharibədə istifadə olundu. Bütün anbarı boşaldı və hal-hazırda yoxdur ondan. Söz nəqi mənası boşaldı. Bəli, yəni İnqilab Keşikçiləri Korpusu da bəyanat verdi ki, bəli. Dəqiq məlumatımız var meydandan. Yəni bunlar hər ölkədə rəsmi dəqiq elə bəyanat verməyə risklidir də. Dəqiq məlumatımız var ki, sən deyən kimi yarısı gedib filan raketlərin bəziləri əslində boşalıb. Bəli. Patriot raketləri həmçinin, yəni Patriot raketlərinin hal-hazırda, yəni yalnız Fars körfəzində istifadə olunan Patriot raketlərini əvəz etməsi 7 il istehsal etməlidirlər. TAD ümumiyyətlə nə üçün yaranıb? TAD havadan müdafiə sistemi ilk öncə Amerikanın özü üçün idi. Sonradan bunlar gəldilər İsrailə də verdilər, müəyyən miqdarda Cənubi Koreyadan, Yaponiyada verdilər ki, Şimali Koreyadan amanda qalsın. TAD havadan müdafiə sistemləri ki, hər bir raketi 13-14 milyon dollar qiymətidir və ildə cəmi ondan 70-80 arasında istehsal edə bilirlər. Bu yalnız onun üçün yaranmışdı ki, Amerikanı nüvə başlığı sahib olan raketlərdən qorumaq üçün idi. Hal-hazırda 50% bu müharibədə məhz istifadə olundu və bitdi. Ona görə, yəni bu müharibə bu qədər onların əlini boşaldıb, yenidən başlasalar, o bir qalan yarısı da xərclənəcək. Ki, Wall Street Journal gözəl bir reportaj yazmışdı. Deyir ki, bunlar hamısı Çin və Rusiyanın əleyhinə istifadə olmaq üçün hazırlanmışdı. İran üçün yox. Ona görə ki, hal-hazırda Wall Street Journal onu qeyd edir ki, Tayvan hal-hazırda müdafiəsiz qalıb və Çin hər an rahat şəkildə gəlib sahiblənə bilər. Yalnız o Çinin doktorini ki var, yəni istəmir özün cəng tələb, özünü müharibə sevər bir ölkə kimi göstərsin. İqtisadi güc göstərmək istədiyi Tayvana hal-hazırda müdaxilə etmir. Və yəni ona görə də indi bu dəfə gəlir hədələyir nə ilə? Donanma ilə. Ki birdən savaş başlasa donanma ilə. Ya hədələyir nə ilə? Qurdan qoşun yeritməklə. Ki onlar haqqında da fikir verəyəsən, mən də ardını gətirərəm. Bəli, donanma yenə də mən bayaq dediyim kimi
donanma məsələsinə yenidən qayıtması, biraz keçən səfər bir podkastda bir toxunduğu komediya məsələsi. Sanki bir sən də bayaq ona bir ayrı bir təbirlə işarə vurdun. Elə komediya təbirinə yaxın təbir idi. Sanki o komediyanın davamıdır. Niyə görə? Bax, bu axşam da o Trumpın başına gələn hadisə, bu güya ki müxbirlərlə birlikdə şam yeməyi, nə bilim filan. Bəs mən onun ayrı bir proqrama ehtiyacı var ki, onu açaq məxsusən görə ki, bu nə etmək istəyir. Amma yəni bu özü ki, Amerikanın daxilindəki olan internet fəallarının Trumpın bu gecəki hadisəsinə, sui-qəsd hadisəsinə reaksiyaları kifayətdir. Bizim tanımamıza ehtiyac yoxdur. Yəni heç kim inanmadı, getmədi. Yəni şovdur, ya bu da keçmir. O daxildən ona deyirlər, bu da keçmir. İndi gözəl bir İranın hansı rəsmisi idi? Mən bu gün gördüm onun tweetini. 2 gündür görürəm onun tweetini. Bir qəşəng reaksiya verdi ona. Yox, elə Amerikanın öz daxilində bəli, sui-qəsd hadisəsindən sonra o internet fəallarından biri qəşəng bir dənə reaksiya vermiş. Özü siyasət adamı idi. Deyir ki, Trump necə olur? O lap qəşəng eləmişdi. Yəni əksər adamlar deyir şovdur. Amma o deyir ki, onun sözündən belə çıxır ki, tutaq ki ciddidir. Tutaq ki həqiqətən belədir. Orada da Trumpın ağzının üstündən vurur. Deyir, bu necə olur ki, bu Trump özünün məxsusi necə deyirlər, toplantısını, o toplantının təhlükəsizliyini idarə edə bilmir. Amma Hörmüz boğazının təhlükəsizliyini kontrol eləməkdən danışır. Donanma məsələsi də qayıdır ora. Donanma, mən keçən səfər ərz etdiyim kimi, blokadadan blokadaya düşməsi ilə nəticələnməlidir Amerikanın. Yəni, bu necə deyirlər, inatkarlığı davam elətdirsə. Ki, inatkarlığı davam elətdirmək üçün də zəminə var ha hələ də. Yəni, Amerikanın daxilindəki o siyonist lobbisi, AIPAC falan məsələləri, bunlar imkan vermir. Ya Trump, mən həmişə zarafata deyirdim, sən özü dedim, ya bir gün gərək durub görəcəyik, xəbərini eşidəcəyik ki, deyirlər ki, o Epstein'in öz məsələsində xəbər yaydılar kimi, Trump yataq otağında mı, haradasa özünü asıb. Çünki hər iki tərəfdən ağır, getdikcə də məngənənin ağzı sıxılır Trump üçün. Trump administrasiyası və bir dəfə sən podkastlərdən birində qəşəng söz dedin, təkcə Trump üçün deyil. Trump administrasiyası orada olan vəhşi sistemin və lobbinin açılmış üzü idi, təcəssümü idi. Yəni o birilər açmamışdı tam. Qalstukla, şik geyimlə. Amma bu açdı. Yəni şəhid rəhbərimiz də deyirdi. Dedi, bunun o birlərdən fərqi bir də odur ki, o birlər üstü örtülü idi. Bu dedi ki, biz buyuq. Onu dedi, olanı dedi. Nəinki təzə bir şey gəldi. Donca indirmir də. Deyək gəlmişəm nefti zafarım. Sən də belə toxundun ona. Qəşəng dedin, həm Trump'ın sonu, həm Amerikanın sonu bu. Yəni pillə-pillə gedəcək. İndi mühasirə eləyib, amma mühasirədə də özü xəbəri yoxdur. Mühasirə təkcə coğrafi məsələ deyil ki, mən getdim 3 dənə donanma düzdüm ora. Özü də ki, donanmanın da düzülməyi var. Yəni, onu necə məsxər eləyirlər dünyada. Özünkilər məsxər eləyir. Deyir ki, gör sən nə qədər ağılsız adamsan. Deyirdin, açıq olan Hörmüz boğazını bağladın, sonra başladın ki, mən oranı açacam. Deyəsən də etdin. İndi Hörmüz boğazını İran bağlayıb, sən bağlı olanı deyirsən ki, bağlayacam. Bağlı da bu. İran səfirliyidir. Səfirin hansı ölkəsindəki bir Hindistandakı da deyirsən. Hə, o çox. Deyir ki, bura sosial media deyil ki, blok eləyən insanı bloklaya biləsən. Ay, sağ ol. Güya ki, mən açıq eləyirəm, sən blokladın, mən də səni bloklayıram. Yəni, bu bir. İkincisi, donanma məsələsi, indi sən onun təfərrüatına biraz, necə ki, bu raket filan məsələni qəşəng izah elədin. Orada da toxunarsan, nə təfərrüatında hansı döyüş ola bilər, nə eləyə bilərlər. Amma mən ümumi şəkildə dedim ki, yəni bu blokadadan blokadaya düşməkdir, bu bir. İkincisi, blokada niyə görə düşməkdir? Ona görə ki, blokada təkcə coğrafi blokadaya almaq deyil ki. Sən mümkündür, sən qarşı tərəfi blokadaya alasan coğrafi baxımdan, amma strateji baxımdan sən özün blokadaya düşürsən. Hansı faktorlar var? Babıl-Məndəb faktoru var. Somali girib işin içinə. Yəmən oradan artıq hazırdır. Və gülünc olan tərəfi də budur ki, öz tərəfləri deyir ki, bunun nəyi blokadadır ki? Yəni, sözdə blokada deyirsən. 2 dənə İran gəmisinə əl qoydun güya, İrana aid olan filan. O da hələ bilinmədi aqibətin nə tuta bilmirsən onun içində. Düzəməli bir şey tuta. Amma səhərdən axşamacan İran və İrana lazım olan yaxın müttəfiqlərinin gəmiləri, tankerlər milyonlarla gedir, gəlir o milyonlarla boçka baril nefti daşıyırlar. Bunlar hamısı yəni blokada da deyil axı bu düzəməlli başdır. Oman dənizindən kənarda dayanmısan, biraz təpəliyin dalından ki, gedirəm ki, görüm kim əlim çata bilər tutam. Və sonda bu blokada İran üçün fərqi yoxdur. İran 47 ildir iqtisadi, siyasi, bəzən hərbi blokadalar görmüş. O 47 ilin içində 8 il əli yalın şəkildə blokadada qalmış bir xalqdır. Qardaş, bunların sənin ömür boyu hesablaya bilmədiyin və hesablaya bilməyəcəyin faktor yenə də bir şeydir.
İran xalqının qanında, genetikasında, sivilizasiya baxımından və bugünkü o sivilizasiyanın İslami prinsiplərlə yoğrulması və qarışılması baxımından bir faktor var. Onu sən ömür boyu hesablaya bilməyəcəksən. O da ümmət və rəhbər, yəni imam əlaqəsidir. Ümmət olaraq imamlıq məqamı və sisteminə olan bağlılığıdır. Nə eləyəsən bunu heç vaxt inşallah hesablaya bilməyəcəksən. İnşallah. Bax, indi müharibənin deyim də, yəni elə bir vəziyyət yarandı 40 günlük müharibədə, 39 gün 40 gün. Bunlar məcbur büzür bir təhər, bir aldadıcı bir planlarla və falan belə gücdən bir atəşkəs əldə etdi. Və bir nəfəs aldı. Bu dəqiqə müharibəni yenidən başlatmaq ağılsızlıqdır. Edə bilərmi? Bəli, edə bilər. Niyə? Çünki ağılsızdır. Bu bir konkret bir faktdır. İkincisi ucuzdur. Məğlub olur. Məğlub olan adam hər şey ata bilər. Yenidən həmən səhvi təkrarlamağa belə cəhd edə bilər. Amma normal məntiqlə biz necə müharibə başlamamışdan öncə deyirdik ki, müharibə başlamamalıdır bu dəlillərə görə və başlatdı. Dedi, elə müharibənin ilk gündə biz podcast edik ki, bu müharibəni başlatmamış məğlublar bunlar. Biz hələ rəhbərimizin şəhid olmağını hətta bilmirdik. Bu müharibəni başlamamış bunlar məğlub. Və yenə deyirəm, əgər bunlar donanmalardan dəniz müharibəsini başlatsalar, dünya möhtəşəm sürprizlər gələcək. Biz asimetrik müharibə deyəndə bundan öncə bir şeylər eşitmişdik, bir şeylər görmüşdük. Bəli, bəli. Yol qırağı bombalar ki, tankları vururdu və ya indi Ukraynada FPV dronları, bu İranda asimetrik müharibənin elə bir mərhələləri açıldı, elə bir taktikaları göründü ki, nəinki bir podkastda, nəinki 10 bölümdə, mən sizə əminliklə deyirəm, söz verirəm. Növbəti illərdə şərqdə və qərbdə yüksək səviyyəli universitetlərdə, hərbi universitetlərdə bu asimetrik müharibəni, İran taktikalarını dərs deyəcəklər, analiz edəcəklər. Bəli. Və maraqlı düzürsən, bu asimetrik anlayışı, sən yaxşı toxundun bu məsələyə yadmaz. Asimetrik anlayışı, bəli, asimetrik müharibə, yəni qeyri-bərabər kimi bir şeydir. Yəni. Amma məsələ təkcə deyəndə ağla bu gəlir ki, taktiki baxımdan daha çox. Və yaxud da bəzi silahlar baxımından. Xeyr, elə deyil. İranın niyə görə dərs deyiləcək? Sən sözü istəyirəm təsdiqləyəm. Məktəblərdə və universitetlərdə İrandakı asimetrik anlayışı normal klassik asimetrik anlayışı deyil. Yeni və hətta bəzi ölkələrin müəmmalı qaldığı texnologiyalarla birləşdirilmiş bir şey asimetrik məsələdir. Sadə bir misal deyim. Bu şahid pualar. 136. Dünyanın başına. Deyirlər 30 min, 40 min, 50 min dollarda deyənlər var. O qiymət İranın satdığı qiymətdir. İran öz istehsalcı 10-15 min dollarlıq TNT-dir, bir motordur. Və niyə onu vurmaq çətindir? Baxın, yəni bu Patriot balistik raket vura bilir. Bu Patriot özü səhvçənin öz F-15'ini vurdu. Bu Patriot İranın Su-24 qırıcısını vurdu. Yəni bu müharibədə olan şeylər də bunlar indi Su-24 də yenə həmən o bildiyinizdir. Onlar upgrade olunub, onların üstündə İran işləyib və 4,5 nəslə çatdırıb, radarları inkişaf etdirib, motorlarını yeniləyib. Onları vurur. Bu Patriot yəni zəif bir şey deyil, bu Patriot havadan müdafiə sistemi. Necə olur ki, bu şahidləri vura bilmir? Baxın, çox yəni incəliyə baxın. Havada müdafiə sistemi gəlir, istiliyi tanıyır. Baxın, qırıcıdır. Motorundan istilik çıxır. Bu F-35'lər niyə deyirlər ki, radara düşmür, ya vurmaq olmur? Çünki onların motorları ilə dizayn ediblər ki, onların egzozundan çıxan heç bir hərarət yoxdur. Bir xüsusi seramiklər var ki, o dərhal soyudur. Yəni qoymur. Qırıcıdır, istiliyi var. Raketdir, görürsünüz arxasında o çıxır. Və hər şey, yəni bir istiliyi var. Bu şahidlər pisul ayarına, yəni adi sadə silindirlərlə fırlanan bir motordur, mühərrikli gedir. Bunun istiliyi yoxdur. Ancaq 3 dənə, yəni ancaq yalnız nə qarlar, radarda görünür, onun koordinatı və gəlişin zənn edilər 3 dənə təxmini yerlərə bunlar Patriot atırlar ki, ya biri dəyəcək, ya dəyməyəcək. Patriotun da bir 4 milyon dollar, İranın şahidi tutaq ki 50 min dollar. 10 min dollardan artıq İran üçün başa gəlmir, amma tutaq ki 50 min dollar. Yəni 12 milyon dollar 12 milyon dollar getdi bir dənə 50 min məsələn. 50 min dollarlıq puanı tuta biləcək, yoxsa yox. Və puanı da göndərəndə qurban olduğum bir dənə 2 dənə göndərmir ki. Skadriya göndərir. Yəni 50 dənə, 40 dənə, 30 dənə. Çünki ucuzdur. Çünki gündə 400 dənə istehsal edə bilir bunlar. Bunlar o asimetrik müharibələrdən biridir. Ki biz bu müharibədə şahid olduq. Yəni Amerikada o gün gördüm ki, Pentagonda bir qərar verildi. Havadan müdafiə sistemlərini və havadan müdafiə və havadan qorunma strategiyasının doktrinasında yenidən düşünmə başlayıb Pentagonda. Bu asimetrik burada bir. İndi əgər donanmadan başlasa, İran hələ dəniz müharibəsinə daxil olmuyor. Və ola bilər bunlar donanmalarıyla gəlirlər. Həmişə də deyir ki, İranın 159 dənə gəmisini biz göndərmişik suyun dibinə. Baxın, bəli, İranın böyük gəmiləri var idi. İndi onlardan hədəfə alınanlar olub.
PUA daşıyan təyyarəsi idi, yoxsa Dena təyyarəsi, Dena gəmisinə harda vurdular bunlar? Təlimdən qaydında silahsız şəkildə bunlar çox namərtcəsinə onu hədəf aldılar. O gəmilərin missiyaları ümumiyyətlə bu müharibə üçün deyildi. Onların missiyaları nə idi? İranla onlar bir ara neft müharibəsi başlamışlar. İranın neftini su üzərində tapırdılar və tuturdular, gəmiləri alırdılar. Bu gəmilər yalnız öz gəmilərini azad sularda skort etmək üçün, müşahidə etmək üçün idi. İran bu yekə gəmilərin üstündə heç vaxt müharibə üzərində bunların üstündə heç bir hesab açmamışdı. İran nəyin üstündə hesab açıb? Asimetrik taktikalar. Məsəl üçün, bir dəfə Yəmən istifadə etdi, onlar gördülər. Balistik hipersonik raketlərdir ki, qıfıllaya bilir gəminin üstündə. Və hipersonik, yəni onun qarşısını heç nə ala bilməz. O hipersəs deyən. Ya kruz raketlər ki, hara hissəsələr çatır, hansı havadan müdafiə sistemindən hissəsələr keçir. Ya PUA-lardır ki, qıfıllayırlar hətta hərəkətdə olan bir hədəfin üzərində. Və ya su altı və su üzündə kamikatsi qayıqlardır ki, gəlirlər və bir məqsəd çatanda vururlar, partlar. Yəmən onlardan Babul-Məndəbdə istifadə etmişdi. İndi İranda daha müasir, daha sürətli və kamikatsi də olmayan, yəni sadə qayıqlar da var ki, 110 kilometr suda gedə bilir. Bu suda çox möhtəşəm bir sürətdir. Adı Heydər 110-dur. 110 kilometr sürətlə gedə bilir. Və minalar, əsasən də minalar. Sən əgər istəyirsənsə ki, gələrsən burada donanmalarla müharibə edəsən, İran minalayıb Fars körfəzini, İran minalayıb Hörmüz boğazını, İran minalayıb müəyyən miqdarda Oman dənizini və lazım olsa daha da qabaqda gəlib minalaya biləcək. Çox asan bir işdir. Sürətli qayıqlar gəlirlər, gecə ilə minalayıb çıxıb gedirlər. Heç kimdə xəbər olmur, o qədər balacadılar ki, peşdən görünmürlər və qayıqların materialları ilə heç bir adara düşmürlər və rahat şəkildə də tərəddüd edirlər. O gün Trump demişdi yazı, atəşəsə baxmayaq, dedi ki, mən tapşırıq vermişəm ki, harda bu sürətli qayıqlardan görsüz vurun. Görsüz. Orada şərt odur, görsüz vurun. Görə bilirsiniz, biz də deyirik vurun indi. Və minalar, ümumiyyətlə minalar necə olur? Minaların modelləri var. Fərqli, yəni minalar quruda istifadə olunan minalardan fərqlidir ki, məsəl üçün minalar necədir quruda? Tank ya insan gəlir üstünə basır və o təki səbəb olur ki, mina partlasın. Ya simdir, simə dəyir və sim qırılanda partlayır. Dənizdəki minalar elə deyirlər. Minalar fərqlidirlər. Neçə modeli var? Birincisi contact mine. Yəni kontaktda həmən o klassik qədimilərdir bunlar ki, bir gəmi gəlib o minə dəyir və mina partlayır. İkincisi maqnet minadır. Yəni o dəmirin və ya metalın hiss edir. Baxın, hiss edir. Yəni dəymir. Hiss edir ki, bir metal gəlir. Və o metalın materialından, o metalın həcmindən başa düşür ki, ona tərif olunan hədəfdir yoxsa yox. Və əgər olsa gedir və özünü çırpır o metala və özünü partladır. Üçüncüsü akustik minadır. Motor və pərrənin səsi ki var, onu analiz edir və bilir ki, bu hansı model gəmilərdəndir və əgər ona tərif olunanlardan olsa, gəlir özünü çırpır ona. Və təzyiq minası var. Yəni suda təzyiq yaradır, gəmi gedəndə suyu yarır və gedir, o suya təzyiq yaranır. Sudakı təzyiqi ölçür, sudakı olan təzyiqdən anlayır, analiz edir, görürsün ki, bu hansı yekə gəmidir, balaca gəmidir və hansı modeldəndir və əgər ona tərif olunan hədəfdən olsa, gedib özünü çırpır. Və ən maraqlısı təsir minasıdır. Influence mine deyirlər ingilis onlara. Ki, İranın da minalarının çoxu bundandır. Bunu ağarır. Qeyd etdiyimin hamısı. Universaldir. Yəni bu səsi analiz edir. Bu sudakı təzyiqi analiz edir. Metalın növünü, çəkisini analiz edir. Yəni bu minalar dəqiq fərqi anlaya bilirlər ki, gələn gəmi neft daşıyan gəmisidir, yoxsa hərbi donanmadır. Təyyarə daşıyan gəmisidir, yoxsa mina daşıyan. Və bunlar harda olurlar? Bunlar suyun üzərində üzmürlər. Bunlar suyun içində üzmürlər. Bunlar suyun dibində, torpağın üzərində qalırlar, yerləşirlər və o siqnal gələndə qalxır yuxarı və o minanı o hədəfə dəyir və partladır. İndi sual yarana bilər ki, bunların çəkisi nə qədərdir və nə qədər təsir edə bilir. Ondan öncə deyim ki, suda partlayış, TNT maddəsinin partlayışı suda, quruda və havada olan partlayışdan 5 qat daha artıq olur bəzən. Təzyiqli sularda 5 qata qədər artıq olur. Yəni 100 kiloluq TNT 500 kiloluq TNT-yə bərabərdir quruda. Və 100 kiloluq TNT partlayıcı maddəsi suda Hörmüz boğazının sularını analiz ediblər, onun istiliyini, onun təzyiqini və onun şiddətini, dərinliyini. 100 kiloluq minalar kifayətdir nə üçün? Bir, neft daşıyan gəmini batırmaq üçün. Təyyarə daşıyan gəminin missiyasını bitirmək üçün, yəni çaylıq onu təminata göndərməyə və ya digər hərbi donanmalarına və gəmilərinə öz çəkisi və ölçüsünə miqdarında ən azından missiyasını bitirəcək qədər təhlükəlidir. İran minalarının çəkisi nə qədərdir? 300-700 kilo arası. Dediyim 100 kilo olsun. Yəni ton yarıma gedir də ən azından. 300 və 700 kilo arası minalardır ki, bunların hər birisi əgər bir hədəfə dəysə, hər hansı bir hədəf olur olsun, ən azından missiyasını bitirəcək. İndi neçə dənədir, o da Allah bilir. Nə qədərdir Allah bilir. New York Times yazır ki, İranda bizim bildiyimizə görə bu smart mine deyirlər də, bunlar influence mine da deyirlər. Bunların sayəsini İranda təxminən 600-800 arası bilirik biz. Yəni
bir xəyaldır da, yəni oradan o Bir gəlir. xəyaldır Ha, və bu dəqiqə əgər məsəl üçün müharibə də olmasa, İran minalasa oranı kifayət qədər var. Baxın, İran bu müharibədə asimetrikin yeni bir növün də nə qarır? İran Amerikanın torpaqlarına bir güllə atmadan Amerika daxilində cəbhə açıb. O da nədir? İqtisadi cəbhə. İranın tam olaraq bu müharibədə əldə edə biləcəyi ən böyük şey budur ki, ən böyük nailiyyət budur ki, Amerika daxilində o iqtisadi təzyiqləri çoxaldaraq istədiyini əldə etsin. Və onun üçün də nə etməlidir? Bu gərginliyi, Hörmüz boğazının bağlı qalmağını neçə aylarla yubatsın. Bloomberg yazmışdı, deyir ki, İranlılar bilirlər. Onların edəcəyi yalnız bir iş var. Hörmüz boğazını bağlayıb bu şəraitə neçə ay dözə bilsinlər. Və onunla da bitəcək. Hər nə istəsələr əldə edəcəklər. Və o cəbhənin, yəni Hörmüz boğazının açılmamasını İran bu minalarla tam şəkildə icra edə bilir. Kamikatse qayıqlarını və sualtı qayıqlarını, raketlərini, puallarını hamısını elə minalarla edə biləcək. Niyə? Çünki Tanker Terkez yazmışdı ki, Tanker Terkez özü istəyirəm, yazmışdı ki, sığorta şirkətləri artıq başlayıblar bir şərt qoymağa. Gəmiləri sığorta etməyə. Əgər Fars körfəzindən gəmi daşıyırsınızsa, İranın mücəvvizini, yəni İran razılığın kağızını bizə göstərin, biz sizi sığortalayaq, yoxsa sığorta etmirik. O da nəyə göstərir? Baxın, minalanmış, əgər mina varsa, İran deyir mina var, yoxdur bilinmir. Dünya deyir ki, mina var. Amerika demək ki, mina yoxdur, gəlin keçin. Deyir, sübut elə. Sübut elə. Yəni, mina yoxdur iddiasını gəlir sübut edəsən. Yəni, minesweeper, yəni o mina təmizləyən gəmilər daxil olmalıdırlar. Və dedim də, minalar elə deyil ki, suda üzə. Suda, yerin üzündə, yəni suyun dibində, yer üzündə sabit qalıblar. Metr, qarış-qarış iskan etməlidir, analiz etməlidir və əgər varsa götürməlidir. İndi problem nədir? Skan eləyir. Nəsə tapır yerin altında. İndi bu daşdır. Hansısa gəminin metalıdır düşüb ora. Suyun dibi təmiz olmur. Minadır. Nədir? Bilinmir. Nə etməlidir? İndi o sualtı qayıqları və ya robot qayıqları gedib onu təmizləməlidir, götürməlidir, analiz etməlidir. Minadırsa onu orada zərərsizləşdirməlidir. Təhlükə burada başlayır. Yaxınlaşacaq, o da vuracaq onu. Yəni deyirəm də, yenə xəyaldır da bunların gördüyü. Aylarla ki, deyirlər ki, 6 ay, 8 ay deyirlər ki, minaları təmizləmək orada çəkəcək. Amerika donanması üçün deyil. Amerika donanması üçün deyil. Çünki bu dediyim şəraitdə 6 ay sən təmizləyəsən, bir gecə təzə minalayacaq oranı. Və mina təmizləmək də, baxın, Amerika gəldi soyuq müharibədən sonra gücünü qoydu yəni hücum meyilli gəmilərə. Və NATO-da mina təmizləmə missiyasını başqa ölkələrə götürdülər. Misal olaraq, Belçikanın çox modern və güclü mina təmizləyən donanması var. Gəlirmi? Xeyr. İştirak etmədi bu müharibədə. Türkiyənin gözəl donanması var ki, həm təcrübəsi var Qaradənizdə və balaca sularda mina təmizləmək təcrübəsi var və yaxşı da donanması var. Gəldimi? Xeyr. Britaniyanın və Fransanın, İtaliyanın modern və qabaqlayıcı texnologiya sahib olan mina təmizləyən gəmiləri var. Gəldilərmi? Xeyr. Gəlsələr belə onlar üçün də 6 ay, 8 ay. Plus da bu məsələ ki, İranı yenidən minalamayacaq. Yoxsa bunların hamısı gəlsə 6 ay təmizləsələr, bir gecə yenə minalayacaq. Ona görə də İran istəmədən heç vaxt oranın minaları təmizlənməyəcək. İndi hamı İrana möhtacdır. Niyə? Çünki İranın əlində xəritə var, bilir haraları minalayıb, haralardan keçid yolu var, haralardan yoxdur və alternativ yol deyib. Deyib, Larək adasının şimalından daxil olun, Larək adasının cənubundan da xaric olun. Burada mina yoxdur. Qalan hara getsiniz, mən bilmirəm, var yoxsa. Xəritə İran əldədir. Yalnız İran təmizləyə bilər oranı. Bu vəziyyətdir. Yəni, donanma ilə gəlsən, dediyimiz o sürprizlər ki, var, Babul-Məndəb dediyi. New York Times dünən yazıb ki, Yəmənlilər artıq düşünürlər ki, Babul-Məndəbdən vergi alsınlar. İran necə ki, Hörmüz boğazından almaq istəyir, Babul-Məndəbdən almaq istəyirlər. Bu vəziyyətdir. Amerika bu çıxılmaz vəziyyətdə yenidən başlatmaq istəyir, başlatsın. İran xalqı bunu göstərib ki, bombalamaqla, raket vurmaqla, şəhid olmaqla geri çəkilən deyirlər. Niyə? Çünki sən bizim atamızı öldürübsən. Niyə? Çünki sən bizim rəhbərimizi şəhid edibsən. Niyə? Çünki sən bu ümmətin atasını həyasızcasına gəlib vurubsan. Milyonla qurban verəcəm, azlıq çəkəcəm, bunu dəfələrlə demişlər, şəhid olacam, çətinliyə çəkilib dözəcəm, amma səninlə mənim aramda heç bir razılıq və barış olmayacaq. Niyə? Çünki sən mənim atamı öldürübsən. Bəli. Çox gözəl. Elə biləm artıq izaha heç ehtiyac yoxdur. Hədəfimiz budur ki, əzizlər bilsin ki, donanma məsələsi hara gedib çıxa bilər. Sən bu mina məsələlərini təfərrüatı ilə və detalları ilə həm də belə deyək, necə deyirlər, ixtisasi baxımdan da neçə növünü bəyan eləməyin daha fikirləri aydınlaşdırar. Yəni mən belə fikirləyirəm ki, bu məsələləri təfərrüatı ilə deməyin bu donanma məsələsi barəsində artıq hər kəs buna bu bölümə diqqətlə qulaq assa artıq gedib özü təhlil eləyə bilər ki, bundan sonra Amerika nə addım ata bilər, nə dərəcədə ehtimalı var. A planı məsələn 1, 2-ci addım, 2 dənə addımdan hansı neçə faiz ata bilər və hansı addımı atsa hansı nəticələr gözləyir. Çünki yenə də deyirəm,
Bu minalar bölümü bir bölüm. Hörmüz İranın bayaq bir qəşəng söz başladın, mina söhbətinə başlamamışsan. Qabaq sən bir Bəli. dedin, bilmirlər, necə deyərlər, İranın əlində İran istifadə eləməyib də, dəniz qüvvələrini həqiqətən istifadə eləməyib ki. Bəli. Gəmi əleyhinə hipersonik, nə bilim, ballistik raketlər. Əgər onu Yəməndə görüblərsə, bunlar koalisiya ilə Yəmənlə bacarmayıblarsa, Yəmən, onlar da bilir ki, Yəmən İranın bir dənə əlidir. Bəli. İranın özü deyil. İndi İranda nə var? Bilinmir. Kruz raketləri gəmi əleyhinə, minalar, sən deyən minalar ki, təfərrüatı ilə çox gözəl o öz yerində. Yəmənin də vardı o minalardan. Babul Məndəbdə də var. Bu lap ağır. Və qeyd edib ki, bu səfər başlasa, dərhal bizə başlayacaq. Ağır söhbətdir də bu, yəni ona görə mən bayaq dedim ki, bu xəbəri yoxdur bəlkə də. Ya buna o sionist lobbilər ətrafını o qədər sionistlərlə hörüblər ki, bu adını da demək istəmədiyim də bu Trumpın. Bu bədbəxt, bu özü də bilmir. Həqiqətən əvvəllər biz deyərdik ki, bu o ticarət kitabı var idi, ticarətin qanunları falan, oradakı o izah elədiyi üzrə orada deyərdik ki, hə 50% başı xarabdırsa, amma 50% də oyun oynayır, zidd danışmaq paradoksal. İndi elə deyil ha. İndi 90-95% artıq çarəsizlikdən başı xarab olub. Bu çox ciddi hallanır. Amerika daxilində bu dediyin çox ciddi hallanır. Həqiqətən elədir. Başı xarab olub. Ciddi hallanır. Wall Street Journal qeyd edim, bir qısa deyim, sonra sağ olun. Wall Street Journal bir yazı yazdı ki, Trump biləndə ki, F-15 İranda vurulub və 2 pilot İranda naməlum taley ilə sarılıb, neçə saatlarla ətrafındakı müşavirlərin başına qışqırırdı. Bir düzülmə qışqırırdı. Kim gəlirdi başına qışqırırdı. Görürsən? Ona görə kontrol otağına o həmən günü və pilotların xilas etməsi, ki bilinmir, olub indi dırnaq arası deyək, ki, yəni hamı bilir nədir. O əməliyyat sona çatana qədər Trumpı kontrol otağına qoymadılar daxil olmağa. Görürsən? Bu nə görsə, yəni Amerika prezidentini kontrol otağına daxil olmağa qoymadılar. Gözün kontrol eləyəmlər. Trumpın qardaşı oğlu deyir ki, mənim babam, ki, yəni Trumpın atası oğlu deyir, elə bu yaşlardaydı ki, ağlında başladı problemlər yaranmağa və sonra dəlil oldu. Genetik sünnədir də. Bəli, yəni bu dediyin çox ciddi şəkildə Amerikada ünvanlanır və söz deyilir və hətta mən baxırdım ki, biri danışırdı, 3 prezident müşaviri olmuşdu hər baxımdan. Bu deyir ki, Trumpın ətrafındakılara həqiqətləri qoymurlar onu görməyə. Ağıldadırlar və o ki deyir biz qalib olmuşuq bu müharibədə, həqiqətən ona elə məlumat verir, həqiqətən inanır ki bu müharibədə. Elə bilir o. Yəni həqiqətən meydanda olanların və hadisələrin nə hədd olduğunu dəqiq şəkildə bilir. Xatəmül-Ənbiya qərargahı söz və qüvvət bu döyüşün axırları idi, bu 40 günün içində. Yadıma gəlir elə eyni sən deyəm söz dedi də. Dedi ki, o söz elə bunun açılışı idi əslində ki, onun həqiqətləri verim. Yadıma gəlir bir bəyanatının birində dedi ki, Trumpa məsləhətimiz budur ki, bu ona təqdim olunan videoları falan qoysun kənara, bir saatlıq keçsin, məsələn də bir neçə dəqiqə bu dünyada peyklərdə göstərilən o Amerika bazalarına bir dənə baxsın, bəlkə bilirdə nə var, nə yox. Bəhrindəki bazanın peşdəki görüntüləri göründü. Yerlə yeksan olub. Dəhşətli bir şeydir. Bura qədər məncə zaman da çox oldu. Əziz izləyicilərimiz, Yumruq Medianın sizin dəstəyinizə və himayətinizə ehtiyacı var. Paylaşmaqla, digərlərinə tövsiyə etməklə bizə dəstək olun. Növbəti bir söhbətə qədər sizə Allaha tapşırıram. Sağ olun, Allaha əmanət olun. Allaha əmanət olun.